Mən uşaq olandan bizdə nə yas olubsa onu görmüşəm də. Yəni belə münasibətimiz də yaranıb o ağsaqqalla. Amma indi bir münasibət yaxınlaşanda adam bir zarafatlaşması da olur da. Bir mollaya sual məsələsi var. Bir dəfə sual verirəm. Bilmirəm hansı tədbirdə vaxt idi. Deyirəm ki, Qurban müəllim, bu Cəbrayıl mələyin işi nədir? Deyir ki, Cəbrailin işi peyğəmbərlərlə Allah arasındakı rabitəni yaratmaqdır. Deyirəm, qəşəng əla. Bəs Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdirmi? Deyir, hə, sonuncu peyğəmbər. Ondan sonra peyğəmbər gəlməyəcək. Yox, ondan sonra peyğəmbər gəlməyəcək. Onda belə çıxır ki, Cəbrail pensiyadadır. Bu sual həmən bu ilişmək sualı idi də. Burada öyrənmək deyildi. Mən bilərəkdən bu sualı verirdim. Məzələnirdim bir lord ilə desək də. Genə də Qurban deyir o üzüm ayağının altına, yəni Allah can sağ eləsin. Prosta bunu göstərmək istəyirəm ki, var sual vermək hansı ki dərkə gətirir. Sorğulamaq sualı odur. Var sual vermək hansı ki mən bilirəm, prosta səninlə məzələnirəm. Yəni